Bildiyiniz kimi, Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə sənəd qəbulunun müddəti uzadıldı. Bu müddət ikinci blok imtahanının nəticələri elan olunana qədər, təxmini iyul ayına qədər təsadüf edəcəkdir. Hal-hazırda sənəd qəbulu Heydər Əliyev adına Hərbi İnstitut, Hərbi Kolleclər, Hərbi Lisey, Hərbi Tibb Fakültəsi və Hərbi Felçer ixtisası üzrə davam edir. Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan hər bir abituriyent artıq hər ilin əvvəlində, həmin ilin əvvəlində daha doğrusu 500 AZN dəyərində bir dəfəlik yardımla təmin olunur və ondan əlavə isə aylıq təqaüdlər 550 manat dəyərindədir. Hərbi kolleclərdə də qəbul olan hər bir kursant ilin əvvəlində 500 AZN bir dəfəlik yardım və hər ay 450 manat dəyərində təqaüdlə təmin olunur. Hərbi liseylərdə isə bu 300 manat bir dəfəlik yardım və aylıq təqaüd 250 manat dəyərindədir. Keçid balları Heydər Əliyev adına Hərbi İnstitutda 2025-ci il üçün 310 bal qızlar, 240 bal isə oğlanlar üçün formalaşmışdır. Bu il necə olacaq? Bu artıq ora sənəd verən namizədlərin sayından və blok buraxılış imtahanlarının nəticəsindən asılıdır. Qeydiyyat davam edir hal-hazırda. Hərbi kollec və hərbi liseylərdə isə ballar üçün Hərbi Kollec Bakı 90, Naxçıvan 70, keçən il üçün nəticəni deyə bilərik sizə. Hərbi liseylərdə isə Bakı 140, Naxçıvan isə 110 bal formalaşmışdır. Xüsusilə Hərbi Tibb Fakültəsinə təhsil almaq istəyən hər bir gənc mütləq bu qeydiyyatdan keçməlidir. Ora qəbul olan abituriyentlər normalda 4 il normal tələbələr kimi Azərbaycan Tibb Universitetinə gedib gəlirlər. Son 2 il isə yatılı olaraq davam edir. Hərbi Felçer ixtisasına qəbul olmaq istəyirsə, təkcə buraxılış imtahanına qəbul ola bilərsiniz. Fənlər üzrə hər hansı bir limit hal-hazırda yoxdur. Aylıq təqaüd isə 200 manat dəyərindədir. Qızlar və oğlanlara qəbul açıqdır. Yəni mütləq müraciət edə bilərsiniz.